Xaloğlu, yenə nə daşıyırsan belə? Xaloğlu, sana da deyirəm, əziz müştərək sizə deyirəm. Bugün yanvar ayının 6'sı dostlar. Püstet işlerimiz kurtarmıştı, yeniden geldi. O yüzden ne geldi? Hamısı dostlar. Bak süper əla. Hava buradan geç. Bir dakika təncilər nasıl oldu? Tezlə köşəldim bir. Deməli dostlar, püstet işlerimiz geldi. Her biri dipçək yeşil ağaçları dostlar. Bilirsiniz de bu püstet incini benden çok reklam edən yoktur. Niye? Dostlar, istəyərdim bu püstet işləri Azərbaycanımızın bütün bölgəsində yetişsin. Çünki bu alma deyil, gilas deyil. Bu həqiqətən meyvə ağaçların şahıdır. Və dostlar, xahiş edirəm bu ağaçlar bizdən alanda bu hansı torpaqda əkilməlidir, necə qulluq, sulanmasıdır. Bizdən soruşun, biz sizə buna izahını verir. Çünki bu biraz başqadır ağaçlar. Ben misal deyirəm, fikir versiniz dostlar. Bunlar dipçəkləri görürsünüz, boyları baladan bu dipçəkləri uzun. Fikir versiniz. Bu niye belədir? Bunun hamısının şərtləri var. Şimdi burada çox deyəmirəm, video çox uzun gedir. Bax, məsəl üçün, bax, biz ilə salmışıq, görürsünüz, boyu metr yarım, amma dipçələ basıb bax, baca. Bunlarda heç problem yoxdur. Ona görə dostlar, çalışın bu ağaçlar bizdən alanda qulluq qaydalarını bizdən soruşun. Bu cürə gözəl pislərə kimdə var? Gəlin aparın da.